Gəlin indi Qarabağa baxaq. Abdullah Zubir, bu dediyimiz o funksiyalar var ki, bunların hamısı var Zubirdə. Duran, bunların hamısı var. Kaşuk, bunların hamısı var. Gələ indi Montiel, bunların hamısı yoxdur, amma ustalıq bazarlığı yüksək səviyyədədir. Və Yankoviçdən Bikailo. Bu saydığımız oyunculardan fərqli olaraq Yankoviçdən Bikailo daha çox texniki ustalıqları yüksək futbolçulardır. Hansı ki top paylamaq baxımından, müdafiədən oyunu başlamaq baxımından bunlar belə deyək də Sabahın futbolçularına baxanda fərqli futbolçulardır. Ona görə Sabahla Qarabağ oynayanda Qarabağ çətinlik çəkir. Başa şu demək istəyirəm. Çünki digər ölkə komandalarımızdakı olan futbolçular əksər hallarda Yankoviçlə Bikailo'ya daha yaxın tipli futbolçulardır. Amma ustalıq səviyyəsi baxımından Yankoviçlə Bikailo daha usta olduğuna görə, yəni səviyyə baxımından o fərq görsənmir. Amma sabahda dediyim o məsələ ondan ibarətdir ki, o birə-birdə futbolçuların oyuncusunun keçmə bacarığı, start sürəti daha yüksək olduğuna görə gördünüz nə qədər əziyyət çəkdilər. Hətta bir epizodda səhv eləmirəmsə oyunun əvvəllərində 10-cu 15-ci dəqiqələrdə Medina öz etirazını bildirirdi. Yəni iləri xəttdə və orta xəttdə oynayan futbolçulara ki, o presinqlə sabah çıxır da. Çünki məhz buna görədir. O bir pasla, bir manevrla onlar 6 nəfəri qabaqda oynayan 6 nəfəri birinci zonada kəsə bildikləri üçün Medina da istəndi ki, yəni siz necə presinq edirsiniz? Əslində səbəb bu idi.